Bugün istəyirəm sizinlə pulu düzgün investisiya etmə formulunu paylaşım. Çünki pul enerjidir bilirsiniz və onun artması və axında balansda olması üçün hər ay gəlirinizi bir formula uyğun olaraq bölüşdürməniz tövsiyə edilir. Bu nəyə görə lazımdır? Energetik baxımdan pulun düzgün dövrə etməsi üçün. Yəni pul hansısa bir sektora yönləndiyi zaman, digərlərində bu balans pozulduğu zaman pulun gəlməsi, axması bloklana bilər. Nəzərə alaq ki, sizin gəliriniz, aylıq gəliriniz, maaşınız 100%dirsə, biz onu elə paylaşdıracağıq ki, hər sektora fərqli hissə düşsün. Deməli, hər ay gəlirinizi necə bölüşdürə bilərsiniz? 100% maaşınız var, bunun 1/3 sizin sabit xərclərinizə getməlidir. Yəni 30%. Bura daxildir ev, kommunal xərclər, internet, telefon və s. Bunlar sabit xərclərdir, dəyişməyən xərclərdir. İçinə sığorta və yaxud da hansısa sağlıqla bağlı xərclər, bunlar dəyişməyən xərclərdir. Bunlar 30%-in içinə girməlidir. Bu sizin həyat təminatınız və təhlükəsizliyinin enerjisini sabit saxlamağa kömək edir. Yəni bu sizdə minimum bu ora getməlidir. 30% maaşınızın, gəlirinizin həyat təminatınıza getməlidir. İkinci, təhsil və inkişaf. Bəlkə də təəccüblənəcəksiniz, amma 10% gəlirin təhsil və inkişafa getməlidir. Bunu çox insan etmir, özlərinə əlbəttə qənaət edir, amma aldığınız kitablar, aldığınız kurslar, seminarlar, konfranslar, peşə və şəxsi inkişaf və yaxud da psixoloji dəstək, bunlar, bura yatırdığınız pullar sizin şuurunuzun genişlənməsinə, beyninizdə yeni neyronların yaranmasına, o neyronların böyüməsinə və əlbəttə ki, gəlirinizin də artmasına xidmət edir. Yəni özünüzə, öz şəxsi inkişafınıza etdiyiniz yatırım sizi rahat, zəngin yaşamağa doğru aparır. Bu gəlirin üçüncü, yardım və paylaşıma 5% getməlidir. Yəni, əgər 1000 AZN gəliriniz varsa, 50 AZN aylıq olaraq yardıma və paylaşıma xərcləməlisiniz. Bu hansısa qohumunuza, imkansız tanışınıza, yaxınınıza və ya da tanımadığınız insanlara yönləndirilə bilər. Önəmli olan nə olmalıdır? Məsələn, yolda hansısa asılığı olan, məsələn, spirtli içkilərdən asılığı olan bir insan sizdən pul istəyirsə, yardıma ona bunu verməməlisiniz. Etdiyiniz yardımda əmin olmalısınız ki, bu insan bu pula yemək alacaq, qida alacaq, yəni təbəd ehtiyac olaraq bir şey alacaq, ya geyim alacaq, yəni önəmli bir yerə getməlidir o sizə verdiyiniz 5% yardım ki, o oradan bərəkətlənib, o 100% artıb sizə geri qayıtsın. Və pul verərkən də niyyət edə bilərsiniz ki, bu 5% gəlirimi verirəm bu insana ki, mənim bu aylıq ailəmdə rifah, rahatlıq olsun, bütün əmin-amanlıq olsun, negativ heç bir şey demirsiniz, amma pozitiv olaraq onu elə kodlayırsınız ki, pul verdiyiniz zaman, yəni bir növü bunu qurban kimi verirsiniz ki, bu ay rahat geçin sizdən. Verənin əli heç bir zaman kəsib olmaz. Unutmayın, bu təsadüf deyil, bu söz. Onsuz da bunlar bu balans bozulduğu zaman insandan fərqli cəhətdən o pullar çıxır. Ya cəriməyə gedir, ya xəstəliyə gedir. Yəni ən yaxşı olardı ki, könüllü şəkildə biz bu verməli olduğumuz enerjisel kiməsə yardıma özümüz edək. Ona görə zəngin insanların hər birinin xeyriyyə cəmiyyətləri qururlar, xeyriyyə fondlarına pul keçirirlər. Bunların hər biri onların pul enerjisinin qatlanaraq özlərinə qayıtması üçündür. Onlar özləri də bunu tətbiq edib hiss etdikləri üçün edirlər. Bunun yəni heç bir dinə, ruhsal inkişafa əlaqəsi yoxdur. Onlar özləri energetik olaraq pulun necə çoxaldığını hiss edirlər. Deməli, 30% getdi sabit xərclərə, 10% təhsilə getdi, 5% getdi yardım paylaşmaya, 45%-imiz gedib, geriyə qalıb 55%. 55%-in 20%-i mütləq yığımdır. Yəni kənara pul qoyub yığmaq lazımdır bu pulu. Bu hissə toxunulmazdır. Pulu kənara qoyub yığmalısınız. Yəni gələcəyə güvəniniz olsun deyə, qorxu və stresiniz azalsın deyə və pul axını sabitləşsin deyə. Kənarda mütləq sizin savings, yığılmış pulunuz olmalıdır. Bu 20% kənara yığdığınız pul sizə daxili o güvəni verəcək ki, nə olur olsun mənim kənarda pulum var. Əlbəttə, uşaq pozisiyasında olan insan son qəpiyinə qədər xərcləyir, kənarda qalmır və yaxud da negativ frekanslarda olan insan heç sabit xərclərinə pulu çatmır, başa düşürəm bunların hamısını. Amma biz hal-hazırda çalışırıq ki, həyatımızı ideal, düzgün, yaxşı, yüksək vəziyyətə çıxardıq. Bu maddi rifahımız gözəl olsun. Bunun üçün də neçə maaş alırsınız alın, onun 20%-ni kənara qoyub yığmalısınız. Geriyə qaldı 35%. Bu 35%-in 20%-ni, əsas burada açar yer buradır, özünüz üçün xərcləməlisiniz. Yəni, ikinci səs yazmada dediyim kimi, ikinci dərsdə anlattığım kimi, pul bərabərdir zövq, pul bərabərdir sevinç. Yəni, bir insan pul neysə xərcləyəndə ondan sevindiyi zaman, bir insan pulu xərclədiyi zaman ondan zövq aldığı zaman, pul enerjisi çoxalır. Ona görə də biz nə etməliyik? Biz bizə zövq verən şeyləri bu 20%-i xərcləməliyik. Buna daxildir istirahət, buna daxildir restorana getmək, konsertə getmək, sevdiyiniz bir şey özünüzə almaq. Bu hissə psixikanı rahatladır. Və pul qazanmaq üçün sizə bir növ motivasiya verir. Yəni düşünün ki, bu 20% bura xərcləmədiniz özünüzə və 40% başladınız pulu yığmağa. O zaman çalışmağa, işləməyə gücünüz, enerjiniz qalmayacaq və bölünmüş ola bilərsiniz.
yorula bilərsiniz, tökünə bilərsiniz. Ona görə də özünüzü mütləq istirahətinizə, gəzmələrinizə, istədiyiniz nəsə almağa 20% xərcləməlisiniz. Və son olaraq geriyə qalan 15%, bu da sizin gündəlik xərcləriniz artıq. Yəni ki, lazım olan ərzaqdır, digər gündəlik ehtiyaclar da onları da bu 15%-dən alacaqsınız. Cəmi, məsələn, 1000 manat maaş alan insan kirayə, ev xərcləri olmalı, məsəl üçün 300 manat, bunu keçməməlidir, keçdiyi zaman digər balansları pozur əlbəttə ki. Digərlərini də ona müvafiq olaraq hesablaya bilərsiniz. Gəlir az da ola bilər, çox da ola bilər. Əsas olan məsələ faizlərin balansıdır. Yəni bu balans qalmalıdır. Əlbəttə ki, investisiya etdiyiniz, kənara yığdığınız pulu başqa hansısa hissə sənədinə, kriptovalyutaya, qızıla, ona da yatıra bilərsiniz, elə də saxlaya bilərsiniz. Bu da düzgün variantdır. Mən bunu çox dəstəkləyirəm, çünki vaxtında edilən investisiyalar düzgün düşünülmüş, yəni psixikada, şuur altında bloklar vasitəsilə edilən bəzi yatırımları saymasaq, amma həqiqətən də o içindəki o daxili müdrikliyi düşünülərək edilən investisiyalar zamanla insana qat-qat gəlir gətirir. Çünki pul olaraq saxlamaq bir növ mənə gəlir düzgün deyil. Nəyə görə? Çünki inflyasiyanın yüksək olduğu indi hal-hazırda bir cəmiyyətdə yaşayırıq. Pul öz qiymətini zamanla itirir. Vaxtında 5000 AZN artıq 2 il sonra 5000 AZN qiymətində olmuş. Yəni həmin pula həmin əşyanı almaq mümkün olmur. Ona görə də onu hansısa başqa bir vasitə olaraq da saxlaya bilərsiniz. Amma bunun hər birini mən düzün desəm sizə deyə bilməyəcəm. Bunun özünün mütəxəssisləri var. Mən bunun mütəxəssisi deyiləm. Mən sadəcə enerji praktikalar və psixoloji tərəflərini sizə anlata bilərəm. Heç bir sayda ifrata keçməməlisiniz. Balans pozularsa pul enerjisi də bloklanır və digər pulu bloklayan şeydə keçən dəfə anlattığım kimi də əlbəttə ki kredit. Kredit pul enerjisini bağlayır. Yəni bu bütün orada gördüyünüz bütün sahələri bağlayır, enerjinin düzgün axmasının qarşısını alır. Ona görə də əgər ki sizin kreditiniz varsa, borcunuz varsa, o zaman aylıq olaraq çalışmalısınız ki 40%, bəlkə də 50% gəlirinizi ora yönləndirəsiniz ki, o borc bağlansın. Mən çox insan tanıyıram, borc götürürlər. Bir insandan məsəl üçün faizsiz, sadəcə borc istəyir, ona borcu verir. Onu gedib borcu qaytarmaqdansa, özünün istirahətindən qalmır, zövqündən qalmır, hər şey gəzir də, əlbəttə ki, birikim türklər demişkən saving, pul saxlamaq etmir, amma insanların borcunu qaytarmır. Əlbəttə ki, belə yaşayan insanlar çoxdur, amma bu onların özünə zərərlidir. Onların pul axınının, pul enerjisinin bloklanmasına gətirib çıxartdığını yəqin ki, bilmirlər, bilsələr etməzlər və yaxud da ki, o şeydə deyirlər, yəni belə deyim ki, o səviyyədə deyirlər. Sağ qalmaq, zövq almaq, hedonizm, ola bilər ki, bu səviyyədə olan insanların hər gündəlik və şuurlu şəkildə pulu idarə etməsi biraz çətin məsələdir. Amma siz böyümüş, mental olaraq böyümüş, olğun, müdrik insanlar olduğunuz üçün bu formu sizlə paylaşıram. Özümdə öz həyatımda bunu istifadə edirəm. Bu çox insana güvən verir, insanın mütləq birikimi, savingi, kənara qoyduğu pul olduğu zaman özünü çox rahat hiss edir. Bil ki, nə olur olsun, onun kənarda pulu var və yaxud da hansısa bir investisiya kimi nəyisə var kənarda. O yığdığınız puldan hansısa böyük bir əşya da özünüzə ala bilərsiniz və yaxud da özünüzə əlavə bir ev daha ala bilərsiniz və yaxud da gözəl başqa şeylərdə xərcləyə bilərsiniz və ən önəmlisi artıq kreditlərə girməyə ehtiyac qalmır. Oradan götürüb nə zamansa özünüzə nəyisə hədiyyə edə bilərsiniz. İdeal olan budur. Buna uyğun gəlmirsə, baxırsınız ki, yox, mənim evim günlük aylıq gəlirimin 60%-ni aparır. Demək, burada balans pozulub. Məsələn, aylıq gəliriniz tutalım 1000 AZN-dir, amma siz 500 AZN evə xərcləyirsinizsə, demək ki, sizə 1500 gəlir lazımdır. O əlavə 500 manatı qazanmağın biz yerini tapmalıyıq. Biz necə etməliyik? Qayda 500 əlavə qazanaq ki, bu 30% balans, hətta 600 daha artıq qazanaq ki, bu 30% bizim evimizə getsin. Bax, bunu məqsəd etməliyik. İndi son olaraq sizə bir ev tapşırığı verəcəm, seansa qədər aylıq gəlirinizi yazırsınız, göndərirsiniz və 6 ayın sonunda hədəfiniz olan gəliri yazırsınız. Bəzi insanlar 3 aylıq qoyurlar hədəfi, 3 aylıq da qoya bilərsiniz, deyə bilərsiniz. Məsələn, mən indi 1000 AZN maaşım var, amma mən istəyirəm ki, 3 ay sonra mənim maaşım olsun 2000 AZN. Bu hədəfi mənə yazırsınız, göndərirsiniz. Çünki biz bunu şuuraltı seanslarımızda işləyəcəyik. O hədəfə gedən yolu sizə şuuraltınız özünüz göstərəcək. Yəni o sizə göstərəcək ki, o əlavə o 600, 500, 1000 AZN-i necə almalısınız. O pulu əlavə hardan qazana bilərsiniz. Çünki şuuraltınızda hər şey var. Orada o bilir ki, siz harda hansı yola getsəniz, ona çata bilərsiniz. Belə, cavablarınızı gözləyirəm, mənə şəxsilə yaza bilərsiniz və seansda görüşənədək.